Sən sahibkara şərait yaratmasan ki, əlini atıb pul götürüb biznes kursun. Biz sahibkara sahib çıxmalıyıq. İndi bu günlərdə İqtisadiyyat Naziri hörmətli Mikayıl Cabbarovun ictimai televiziya müsahibəsinə baxdım və hörmətli nazir orada çağırış edirdi sahibkarlara ki, bizə siqnal verin, problemləri deyin, biz problemləri araşdıraq. Təqribən yəni çıxışından çıxan nəticə buydu. Mən sizə də göndərmişdim, siz də baxmısınız həmin mənim proqramıma. Naxçıvandakı məsələn duz zavodu ilə bağlı problem. Mən çağırış elədim Azərbaycan İqtisadiyyat Nazirinə, Naxçıvan rəhbərliyinə. Bir sahibkar gəlib orada bir zavod qurub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də rəsmi rəyi var ki, ekspertiza rəyi var ki, bu avadanlıqlar müasir standartlara uyğundur, tələblərə cavab verir. Buna baxmayaraq veriblər məhkəməyə bir tam ədalətsiz bir qərar çıxarıblar və beləliklə də sahibkardan həmin avadanlıqların pulunu geri istəyirlər. Bu sahibkarı çöktürməkdir, məhv eləməkdir. O sahibkar fikir etməyəm, gedib Naxçıvana təzədən investisiya qoyar. Və hətta onu görən, o deyir, başqa sahibkar. Gözü çıxan qardaşım, başqa sahibkar gələr ora. Gedərim ora. Ora investisiya qoyarım. Gəlib görəcəkdir, ya deyək ki, tanımaz, bilməzə gəlib görəcəkdir, orada biraz araşdırma aparacaq. Biləndə ki, o sahibkarın başına, bundan öncəki sahibkarın başına nə oyun gətiriblər, şələkələsi yığıb qaçacaq, gecə ilə qaçacaq. Yəni, biz nətərdir? Məsələn, Naxçıvanda, siz də əslən Naxçıvandansınız, orada doğulmuşsunuz, mən də orada doğulmuşum. Oradan qohum əqrəba gəlmək istəyən deyir, nə gətirirsə, deyir, Naxçıvan duzu gətirir. Yox, deyir, yoxdur. Deyir, görün, gətirər bilirsiniz, deyir, burada İran duzu satılır, deyir. Bəli. Naxçıvan duzu yox. Niyə? Ona görə ki, Naxçıvandakı duz zavodunu iflic vəziyyətə qoyublar. Ona görə İran duzu satılır. Sadəcə olaraq ayıb. Belə bir abırçılıq olar. Özdə zavoda da mən baxmışam, görmüşəm, görüntüləri də var. Naxçıvana da gedəndə də gedib baxmışam. Çox da müasir bir zavod qurulub. Əgər görüntüləri varsa... Yox, siz neymişsiniz? Ədliyyə Nazirliyinin ekspertizası deyirsə ki, bu müasir tələblərə cavab verən avadanlıqla qurulubsa, burada da başqa onun yuxarıda nə rəy ola bilər ki? Heç o sizin də rəyiniz, mənim də rəyim 15-ci dərəcə. O bizim rəyimiz ola bilməz ki. Söhbət Ədliyyə Nazirliyinin verdiyi rəsmi ekspertiza rəyindən gedir. Avadanlıqlar müasir standartlara uyğundur. Həm də ki, axı bu zavod mürəkkəb bir texnologiya ilə qurulmuyub. Burada nə var ki, fikir etməyəm. Qaya duzunu tuneldən toplayırlar, çıxardırlar, gətirirlər, əzirlər, üyüdülmüş duza çevirirlər, yodlaşdırırlar, paketləyirlər, çıxardırlar bazara. Bu nə mürəkkəb texnologiyadır ki, hələ bir bu da müasir tələblərə cavab verə, yoxsa verməyə. Bu cür sahibkarlara qarşı münasibət əlbəttə ki, bizim iqtisadiyyatımızın ümumi inkişafına çox ciddi təsir edir. Ona görə mən bir daha deyirəm ki, indi siz Naxçıvanla bilin buna gətirdiniz. Ölkənin içində də belədir. Ölkənin içində də belədir. Biz sahibkarın əlindən tutmalıyıq, sahibkarın yanında getməliyik, onun qolundan tutmalıyıq, onu o bura investisiya yatırdırsa, ona belə necə deyim, belə hər yerdə yaşıl işıq yandırmalıyıq, onun qollarımızı üstə saxlamalıyıq, sən gəlmirsən burada investisiya qoyursan. Onun başından basmamalıyıq ki, sən burada hansısa bir avadanlığı səhv gətirmirsən və yaxud da ki, düz gətirdiyi halda onu yanlış deyib, hansısa bir öz istəklərimizi, çirkin istəklərimizi reallaşdırmağa duracaqsa, burada heç kəs gətirib investisiya qoyan deyil. Və budur, söhbət budur. Cənab Prezidentin dediyi biz islahatlar etmək. O islahatların altında dediklərimiz yatır. Bunları etmək lazımdır.